Tamamilə yatırımsız, özüm də pul qazandığım bir platformanı göstərəcəm sizlərə. Belə bir oyun var. Bu oyunu oynayaraq gündəlik qazanc əldə etmək olur. Baxın, burada çıxarışlar barəsində günlük çıxarış limiti bunlarda göstərilibdir. $1557 hal-hazırda günlük 24 saat ərzində çıxarış olunubdur və burada istifadəçi sayları və ömürlük çıxarışları burada göstərilibdir. Həqiqətən ödəmə eləyən bir platformadır. Burada da pul çəkənlərin çekidir. Bunların hamısı gördüyünüz kimi ödəmə eləyən bir platformadır. Məsələn, Binance hesabına, bank kartına falan ödəmə almaq, belə deyim də sizlərə. Çoxları sual verir ki, bank kartına, Emona necə ödəmə ala bilərəm bu platformadan? Baxın, belə bir şey deyə bilərəm sizlərə. Şərhlər hissəsinə bu videonun yerləşdirəcəm WhatsApp nömrəmi və ondan başqa WhatsApp nömrəmdən başqa bu tətbiqin yükləmə linkini qoyacağam. Bu tətbiqi yükləyəcəksiniz. Yüklədikdən sonra pulunuzu yığacaqsınız. Yığdıqdan sonra mənə gəlib WhatsApp-dan yazacaqsınız ki, balansımda tutaq ki, nə qədərsə pulum var. Bu pulu bank kartına atmaq istəyirəm. Mən ona köməklik eləyəcəm. Həqiqətən siz də bank kartına ata biləcəksiniz. Gələn videoda mən Binance hesabıma pulumu atacağam və sizə göstərəcəm necə olur. İndi isə necə qazanc əldə etmək olur, onu izah edeyim. İlk növbədə bax bu hissəyə daxil olun, tətbiqi yükləyən kimi. Dediklərimi eləyin, həqiqətən qazanc əldə edəcəksiniz. Burada oyunlar var dostlar, gördüyünüz kimi. Bu oyunlara daxil oluruq. Baxın, bu oyuna daxil olduq. Daxil olduqdan sonra bizi göndərir Play Market-ə. Bu oyunu telefonunuza yükləyirsiniz. Yüklədikdən sonra oyuna daxil olursunuz. Daxil olduqdan sonra hardasa belə deyim 10-15 saniyə qeydiyyat alacaq. Qeydiyyata vaxtınızı aparacaq. Qeydiyyat oldunuz, tamamlandı, vsyo. Və qayıdırsınız bura yenidən. Və burada bu işarə aktivləşəcək. Aktivləşdikdən sonra sizə ödəmə gələcək. Gəlin mən göstərim elə sizə. Baxın dostlar, indi göstərəcəm. Bax, yüklə düyməsini vurdum. Çox sadədir dostlar. Rahat bir şəkildə qazanc əldə etmək olur. Gözləyək, videonu saxlayacağam mən hal-hazırda. Baxın dostlar, oyun yükləndi və oyuna daxil olmamışdan qabaq qaydırıq bu səviyyəyə. Təzədən bura daxil oluruq. Sonra aşağıdakı bu düyməyə bir dəfə daxil oluruq və bizi təzədən oyuna göndərir. Gördüyünüz kimi oyun açıldı dostlar. Oyun açılandan sonra nə edirik biz burada? Oyunda heç bir şey eləmirsiniz. Sadəcə neft düyməsinə bir dəfə vurdunuz. Neft bir də vurdunuz. Vsyo, bu qədər. Oyun aktivləşdi. Bu qədər sadə. Aktivləşəndən sonra qayıdırıq bura yenidən və gördüyünüz kimi tapşırığımız qeydə alındı və bizə 200 dənə coin verildi. Belə-belə burada oyunlar çoxdur. Bir hardasa baxın dostlar, çox deyil. Bildiyiniz qədər çoxdur. Sonra oyunu telefondan silə də bilərsiniz. Pulunuzu aldıqdan sonra və burada YouTube kanalları olur, Telegram qrupları olur və s. kimi platformalar olur. Onları da belə deyim, daxil olub çıxdıqdan sonra sizin ödəmənizi verəcək. Rahat bir şəkildə bu oyunları yükləyərək belə qazanc əldə edə bilərsiniz. Yüklədiniz, pulu aldınız, silə də bilərsiniz telefondan. Və sonra nə edirik? Daha çox qazanmaqdan ötürü burada belə deyim, anketli. Bax, məsələn, burada sosial medialar var. Baxın, bu hissədə. Burada sosial medialar nədir? Bax, Facebooka bir dəfə daxil olduq. Deyir, Facebookdan bizi takip elə. Yox, like elə. Heç like eləmirsiniz. Qayıdırsınız bura. Gördüyünüz kimi tapşırığımız tamamlandı. Gəlin birini də eləyək. Bax, TikTok deyir. Heç qoymuruq girsin. Qaydırıq bura. Gördüyünüz kimi aktivləşdi. Aktivləşəndən sonra bundan da çıxırıq. Sonra WhatsApp edirik. Belə-belə bir-bir elədikcə biz buradan qazanclar əldə eləmiş oluruq. Çox rahat və sadə yoldan. Məsələn, bax, YouTube var burada. Heç bunu da eləmirik. Qaydırıq və gördüyünüz kimi tapşırığımız tamamlandı. Belə-belə balansdan pulları yığa bilirsiniz. Elə mənim balansım hal-hazırda oldu qısa bir müddətdə. Çəkim miqdarına gəldim, çatdım $0.35 pula. İndi mən bu pulu çəkəcəm və Binance hesabıma göndərəcəm. Binance'ın üstündən vuracaqsınız. Binance hesabına göndərməkdən ötürü yuxarı Binance ID-nizi yazırsınız. Binance ID-si harda olur dostlar? Binance-a daxil oldunuz. Yenidən deyirəm, bank kartına, Emon hesabına atmaq istəyən dostlarımız olsa, mənə yazsın WhatsApp-dan. Mən onların pulunu Emona bank kartına atmağa köməklik eləyəcəm. Bax, ID-mizi yazdıq. Nə qədər pul çəkəcəyik? $0.35. Və burada withdraw düyməsinə daxil oluruq.
Dostlar, ödəməmizi çəkdik və çəkdikdən sonra burada aşağıda oyunlar çıxır, deyir bunları da yükləyib daha çox pul qazana bilərsiniz və sairə kimi göstərir burada. Gəlin indi isə qayıdaq pulumuzu çəkdiyimiz bölməyə. Baxın dostlar, transfer bölməsində də hal-hazırda çox qısa bir müddətə bu pul bizim balansımıza gələcək. Və belə deyim, bunu əgər biz story-də paylaşsaq Instagramda və bunların adını etiket desək, artıqdan bizə ödəmə verəcəklər. Bundan başqa necə qazanmaq olur burada? İndi mən Binance hesabımı yoxlayacağam, pul gələndə mən sizə xəbər eləyəcəm. Baxın, hal-hazırda 0.17-dir. Pul qısa bir müddətə gəlir. Bundan başqa da tətbiqi yüklədiniz, belə ekran açıldı, düzdürmü? Burada start düyməsinə bir dəfə vurursunuz. Vurduqdan sonra reklam çıxır qarşınıza dostlar. Reklam çıxandan sonra bu reklamda heç nə eləmirsiniz. Yuxarıda X düyməsi gəlir. X düyməsinə vurduqdan sonra reklam bağlanır və oradan necə deyim, gəlir qazanacaqsınız. Mining eləyir arxa fonda özü işləyərək. Bax, X düyməsinə vurdum. Yenidən startı vuraq. Bir də reklam çıxdı. Dostlar, tətbiq barəsində hər hansısa bir sualınız olsa, WhatsApp nömrəmi yerləşdirmişəm. Videonun şərhləri hissəsində oradan yaza bilərsiniz və tətbiqdə yığdığınız pulları bank kartına atmaq istəsəz, WhatsAppdan yazarsınız, mən köməklik eləyəcəm o yığdığınız pulları bank kartına göndərməyə birbaşa. Bundan başqa da kanalımıza da abunə deyilsinizsə, abunə olub, şərh yazmağı da yaddan çıxartmayın. Videomuzu da bəyənin, zəhmət olmasa. Gözləyək və kes düyməsini vurduq və X düyməsini vurduq. İndi necə olur dostlar? Bax, miningimiz başlayır, yuxarıda saniyə gedir və bu saniyə getdikcə bizə pul ödəyir. Arxa fonda reklamlar gedir və o reklamların qarşılığında bizə pul ödəyir. Siz reklamları görməsəz də o arxa fonda özü işləyir. İndi baxın, gördüyünüz kimi burada get-gedə saniyələr gedir və yuxarıda balansımız 0 göstərir. Bu rəqəm get-gedə qalxacaq. Hardasa belə deyim, 10-15 dəqiqə qaldıqdan sonra daha sürətli qalxmağa başlayacaq bu tətbiqdəki miningimiz. Belə deyim, bu reklamdan reklama fərq eləyir. Gördüyünüz kimi 0.0024 dollar qazandıq. Belə mining eləyərək bizə gəlir qazandırır. Məsələn, mən burada axşamlar ən çox olur. Axşam telefonu qoyuram bir kənara, bu tətbiqi qoşuram. Telefonu da hardasa belə deyim 50%-də qoşuram zədətliyə. Qoşduqdan sonra pul yavaş-yavaş gəlir. Bunu dayandırdım dostlar. Gördüyünüz kimi ödəməm də gəldi balansıma. Belə yatırımsız şəkildə qazanc əldə etmək olur. Və dostlarınızı da çağırıb bu platformaya buradan da qazanc əldə edə bilərsiniz. Hər saatınız aktiv istifadəçiyə görə 0.10 dollar qazanırsınız. Və belə deyim, burada yarışmalar var. Məsələn, baxın, 15 dənə dost çağırsan 0.10 dollar artıqdan verəcək. 10 dost çağırsan 0.15. Məsələn, 250 dost çağırsan 505 dollar verəcək və s. kimi ödəmələr ala bilərsiniz buradan. Burada anketlər bölməsi var. İndi mən gələn pulda göstərim sizə. Bax, elə bir yaxlar bildirim gəldi. Gördüyünüz kimi balansım qalxdı. Son gələn pul USDC kimi və depozit olunan pul gördüyünüz kimi 0.35 dollar pul mənim balansıma gəldi. Oyundan tam olaraq ödəməmizi də aldıq. Gördüyünüz kimi oyun da ödəmə eləyən bir oyundur. Videomuz bu qədərdir dostlar. Baxdığınıza görə çox sağ olun. Bəyənməyi yaddan çıxartmayın.